İngilis Dil Dersliği Unit 5 Lesson 3. Burada bizim yine bir oyunumuz var. Oyun neden ibarətdir? Şəkillər, şəkillərdəki geyimlər. Bu geyimlərə baxıb bir cümlələr qururuq. Məsələn, deyirsiniz ki, I have one shirt. Mənim bir köynəyim var. My shirt is blue. Mənim köynəyim mavidir. My favorite color is purple. Burada favorite doğru yazılmayıb. Yoxdur olacaqdı. Mənim sevimli rəngim bənövşəyidir. I have two purple shoes. Məndə iki bənövşəyi ayaqqabı var. I have 5 green pants. Məndə 5 yaşıl şalvar var. Və ya başqa rəqəmlərlə özünüzə aid cümlələr qura bilərsiniz ki, öz geyimləriniz hansı rəngdədir. Burada xüsusilə diqqət edirik nəyə? Cümlə quruluşuna. Cümlə quruluşu necədir? Baxın, I have one shirt. Mən sahibəm bir köynəyə. Amma biz elə demirik də, görürsünüz necə yazmışıq? Mənim bir köynəyim var. Amma onlar belə tərcümə eləmir. Yəni biz başqa bir xarici dil öyrəndiyimiz üçün hər şeyi sözsüz tərcümə eləmirik. Onların cümlə quruluşuna uyğun cümlələrimizi qururuq. My shirt is blue. Mənim köynəyim mavidir. Orada is hərəkət bildirən sözdür. Yəni cümlənin tamamilə cümlə olmağı üçün bizə təkcə sözlər yox, o kömək eləyən bəzi sözlər, hərəkət bildirən sözlər lazımdır. Onlardan da biri istir. Belə, bu formada özünüzə aid olan geyimlərinizlə bağlı cümlələr qurursunuz. Keçirik digərinə. Lesson 4. Burada geyimlərdir, görürsünüz, yeni halqaların içində yazdım. Yeni sözlər var. This is a playground. Bu oyun meydançasıdır. Playground oyun meydançası adlanır. The children are playing in the playground. Uşaqlar həyətdə, yəni həmin o meydançada oynayırlar. The children are playing in the playground. Uşaqlar oynayır həyətdə. Gördünüz necə cümlə gəldi? Uşaqlar oynayır həyətdə. Are playing indiki zamanda olan bir göstəricidir. Yəni hərəkət, oynamaq hərəkəti indi baş verir. The children are playing in the playground. Davam edək. The jacket is red. Birinci şəkili təsvir edirik. The jacket is red. Ya da deyirik ki, I have a red jacket. Məndə qırmızı jaket var və ya bu jaket qırmızıdır. The pants are green. Şalvar yaşıldır və ya I have green pants. Məndə yaşıl şalvar var. Digərinə baxırıq. The t-shirt is orange. Köynək narıncıdır. I have an orange t-shirt. Məndə narıncı köynək var. Burada yox, niyə ən işlənib, onun izahını verim. Əgər biz sözü oxuyanda saitlə oxuyuruqsa, o zaman ən işlənir. Yəni an yazılan söz, yəni bir deməkdir. Əgər sözü oxuyanda samit səs eşidilirsə, məsələn, I have t-shirt. T-shirt görürsünüz, t nədir? Samitdir. Ona görə orada t-shirt deyirik. Amma orange sözü saitlə başladığı üçün an orange olacaq. Digərinə baxırıq. The cup is purple. Papaq bənövşəyidir. I have a purple cup. I have a purple cup. Məndə bir bənövşəyi papaq var. The skirt is pink. Ətək rozovudur. I have a pink skirt. Ətək rozovudur. Məndə rozovu ətək var. I have a pink skirt və ya the skirt is pink. Ən sonuncuya baxırıq. The shoes are blue. Ayaqqabı mavidir. I have a blue shoes. Məndə mavi ayaqqabı var. Bu tərzdə gördüyünüz kimi cümlələri ifadə etdik. Yəni əşyalara baxdıq və onların rənginə uyğun təsvir elədik. Siz də bu cümlələri yenidən qurun.
Məsəl üçün dəftərə və ya kitaba baxmadan bu cümlələri qurub deməyə çalışın. Nə qədər çox cümlə qursanız, görəcəksiniz ki, artıq daha rahat cümlə qurursunuz və daha rahat danışırsınız. Sağ olun, gələn dərslərdə görüşərik. Bay bay.